Digər bir sualımızdan tanış olaq. Hansı fikir doğrudur? Doğru fikir istəyir bizdən. Güləyən sözü həm sifətin, həm də feilin xüsusiyyətini daşıyır. Həm sifətin, həm feili xüsusiyyətini daşıması üçün feili sifət olmalıdır. Feili sifətin şəkilçisi an-əndir. Yəni biz sözü təhlil edəndə qrammatik şəkilçi olan an-ən qalmalıdır. Məsələn, gülən sözü olsaydı, bəli, feili sifət hesab edərdik. Amma sözü təhlil edən zaman əyən şəkilçisi qalır. Ağan əyən şəkilçisi feildən sifət düzəldən leksik şəkilçidir. Yəni bu söz feildən düzəlmiş sifət hesab olunur. Baxa-baxa həm zərf, həm də feil kimi işlənir. Xeyr, və zərf düzəldən AA şəkilçisi yoxdur. AA şəkilçisini araqla əvəz edə biliriksə, demək ki, feili bağlamadı. Baxa-baxa, baxaraq. Yəni baxa-baxa sözü feildir. Mənsubiyyət şəkilçisi isimlər başlanğıc formada olur. Mənim dəftərim. Mənsubiyyət şəkilçisi qrammatik şəkilçidir və başlanğıc formaya daxil olunur. Oxudum sözü feilin iki şəklində düşünülə bilər. Bəli, oxudum sözünü həm əmr şəklində, həm də xəbər şəklində düşünə bilərik. Oxudum. Əmr şəklində, həmçinin də mən özüm oxudum və xəbər şəklində də düşünə bilərik. Biz lap çox kitab aldıq cümləsində çoxaltma dərəcəli sifət işlənib, çox sözü ismin əvvəlində gəlib saydı. Lap ədatı da saya aid olduğuna görə burada çoxaltma dərəcəli sifət işlənməyib. Yadda saxlayaq ki, sifətin dərəcə əlamətini əmələ gətirən şəkilçilər, sözlər sifətə artırılmalıdır ki, sifətlə işlənməlidir ki, dərəcə bildirsin.